ekokardioqrafiya müayinə üsulu haqqında, yəni hamının tanıdığı EXO müayinə üsulu haqqında danışmaq istəyirəm. EXO, EKG müayinə üsulundan sonra ikinci ən geniş yayılmış ürək müayinə üsulu sayılır. Ekokardioqrafiyanı hamının tanıdığı ultrasəs cihazı vasitəsilə aparırlar. Ultrasəs cihazının üstündə sadəcə olaraq müxtəlif probalar, yəni qəbul edicilər olur. Bu qəbul edicilərdən biri də ürək üçün nəzərdə tutulmuşdur və bu qəbul edici ilə olunmuş ultrasəs müayinəsi ekokardioqrafiya sayılır. Ultrasəs cihazının probasını, yəni qəbul edicisini xəstənin sinəsinə qoyduğumuz zaman xəstənin ürəyinin 2D və 3D ölçüləri monitorda əks olunur. Bunun nəticəsində də biz ürəyin müxtəlif həm funksional, həm struktur dəyişikliklərini görə bilirik. Funksional dəyişikliklərdə biz burada nə görə bilərik? Ürəyin yığılma qabiliyyəti, onun müxtəlif sahələrin hərəkətliliyi və ürəyin ətrafında olan mayenin olub-olmamasını bu üsulla müayinə edə bilərik. Struktur dəyişikliyindən savayı biz hemodinamik dəyişikliklərdə ekokardioqrafik müayinə vasitəsilə təyin edə bilərik. Bunlar hansıdır? Məsələn, ürəyin qapaqlarında olan qüsurlar, çatışmazlıq və yaxud da daralmalar və yaxud da ürəyə daxil olan və ürəkdən çıxan damarların hemodinamik pozğunluqları, onlarda olan çatışmazlıqlar və yaxud da daralmalar, bundan başqa ürək daxilində olan tromb və törəmənin, yəni ürək şişi adlandırılan miksomaların təyin olunmasında çox köməklik edir. Ekokardioqrafik müayinə zamanı ultrasəs dalğalarından istifadə olunduğuna görə insan orqanizminə heç bir zərərli təsir olmur. Bu səbəbdən bu müayinəni istədiyimiz qədər, istədiyimiz sayda apara bilərik. Bəs bu müayinə kimin üçün aparılmalıdır? Müayinə sağlam insanlarda, hamilə qadınlarda, uşaqlarda informativ əhəmiyyəti olduğu kimi bəzi xəstəliklərin vaxtında aşkar olunmasına bizə çox köməkçi olur. Onu nəzərinizə çatdırmaq lazımdır ki, ekokardioqrafik müayinə rutin müayinə metodlarından hesab olunur və bu müayinə sağlam insanlara da rahatlıqla aparılır. Bundan başqa hər hansı bir şübhəli məqam olduğu zaman bu müayinə olunması çox vacib sayılır. Bunlara hansılar aiddir? Məsələn, elektrokardioqrafiya zamanı təyin olunmuş hər hansı bir şübhəli dəyişiklik və yaxud da xəstənin təngi nəfəsliyi, boğulması və yaxud da ayaqlarında olan şişkinlik bizə ekokardioqrafik müayinə aparmağı vacib hesab edir. Bu səbəbdən cərrahi əməliyyata gedən xəstələr hər hansı bir şübhəli məqam olduğu təqdirdə mütləq ekokardioqrafik müayinə olunaraq gələcəkdə onu gözləyə biləcək bütün riskləri öncədən xəbərdar olmuş olur. Son olaraq onu bildirmək istəyirəm ki, hər bir sağlam insan ömründə bir dəfə də olsun ekokardioqrafik müayinə olunmağı məsləhət görülür. Bundan başqa hər hansı bir ürək xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabeti olan şəxslər isə ildə bir dəfə və yaxud da göstəriş olduğu zaman bir neçə dəfə ekokardioqrafik müayinə olunmağı vacib sayılır. Belə ki, bu müayinə nəticəsində gələcək seçilmiş müalicə taktikası təyin olunur.